Salam aleyküm. Kənd Masazda yerləşən marşrut xəttindən 50 metr məsafədə olan 3 mərtəbəli alt qaraj evimizdir. Bu birinci girəcəkdə qarajdır. Bu yanında sağ tərəfdə yay kuxnasıdır. Yerdə gördüyünüz kimi mərmər daşlarla döşənilib. Pilləkən qranit mərmərləndir. Və çıxırıq ikinci mərtəbəyə. İkinci mərtəbə bura monolit betondur. Stipaldır. Kuxna koridor hissəsi mərmər döşəmə iləndir. Bura birinci mərtəbənin kuxnasıdır. Bura qonaq otağı. Bura isə sanitar qovşaqdır. Qapılar qoyulmayıb, qapılar qoyulub, təhvil veriləcək. Çıxırıq üçüncü mərtəbəyə. Burada isə qapılardan əlavə də qırağının kamları qoyulacaq. Qoyulub təhvil veriləcək. Yuxarıda isə 3 dənə yataq otağıdır. Bu balaca uşaq yataq otağı, bu böyük yataq otağı, bu isə orta yataq otağı. Evimiz bundan ibarətdir.